Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz? Ay Allah'ım. Bugün toy günüdür. Toyudur kardeşimin, tacıdır o başımın. Qalanını bilmirəm. Atıb subaylıq yaşlı. Mən gələ bilmirəm arkadaşlar. Amma və lakin buradan təbrik edirəm. Xoşbəxt olsun bəylə gəlin. İnşallah qısa bir zamanda mənim yaşadığım yuxusuz gecələri yaşasınlar. Ana ata olsunlar. Cəhənnəmə gedən özünə yoldaş axtarır. Nə, uzun sözün qısası inşallah tezliklə mən Muradın bacısı sayılıram da, yəni azdan çoxdan indi mənim də bir haqqım, hüququm var. İnşallah mən də qısa bir müddətdə nə olmuş olam əgər Muradın övladı olsa? Sən xala deyilsən. Bibi olmuş oluram. Bəli, ikinci dərəcəli bibi olmuşam. Fake bibi olmuş oluram arkadaşlar. Nəysə, uzun sözün qısası kahvaltımızı eləyib, keçirik bunları bəzəməyə. Ay Allah, qurban olum. Bunu bir yerə göndərəndə, hazırlaşdırmaq, bəzəmək lazım olanda var. Həyatıma nifrət edirəm. Belə eləyirik. Şeytanların ömrünü girəcək, məndəsin ömrümüzü girəcək. Kəl olandakı cadıya oxşadı. Nə aşkım o səsindən. Bayaqdan beri səhər yeməyi yeyən kimi makyaja keçirik. Özümü bir vizajist hiss elədim bir anlıq. Xeyirli olsun. Dur gəl yemək yiy. Ondan sonra başlayaq. Dur. Birinci makyaj eləyək. Dur yeməyi ye. Dur yeməyi ye. Dur ayağa yeməyi ye. Sonra makyaj eləyərsən. Dur. Aa. Yeməkdən belə eləyirəm mən. Yeməkdən neçə dəqiqə, millisaniyə sonra başlayırıq hazırlaşmağa. Hünərin var gecik. Ürəyimiz sayısın deyə Nadir xiyarından pomidor qoyuruq. Arkadaşlar, Əsnad Nadir süfrəyə xiyar qoyub, Əsnad xiyarı yeyib. Əsnad dayan, Əsnad xiyarı yeyib. Nə olar mən deyim də. Nə olar mən deyim, yalvarıram mən. Mən xahiş edirəm mən. Girib də eləmə də əşi, eləmə də, qoy deyim də. Xiyarı yeyib gəlib Şəhriyarı öpür səhər tezdən. Nadir də gedib çörək almağa. Şəhriyar iyidən tutmadı bu xiyar yeyib. Səhər tezdən nə xiyar yemisən? Əsad sən necə eləyirdin göstər bir dənə. Sən səhər tezdən nə xiyar yemisən? Tələsmə gedə bilməyəsən otoya. Səpəcəksən indi. Balnitsalara düşəcəyik. Sistem vuracağıq. Əsad elə belə də getdi girdi divar. Konsert idi səhər. Gecə də Nadir sağ olsun yoğurtu qoyub mənim qabağıma. Hələ belə qaşıq gətirim sizin üçün. Bunun dadına bir dənə baxın. Şəhriyar alıb. Şəhriyar gəlmədi. Kim yiyib onu? Zəhərlənəsiz gecə ilə qusacaqsınız. Nadirə baxıram, Şəhriyara baxıram, Nadirə baxıram, Şəhriyara baxıram. Ürəyim partladı da Allahın dostu. Səhərə qədər Allahı çağırmışam ki, ay Allah qurban olum, yoğurtdan başıma bir şey gəlməsin. Nadir bizim başımıza oyun açır arkadaşlar. Yemək içmək qoyur qabağımıza. Ne yiyibləri? Ben koydum düşüm soruyu almaya. Bir ikisi patlayıp o kadar. Boynuna qoya bilməyəcəksən aşkım. Axşam da yoğurtda elə özünü, yəni bilməməzliyə vurdu ki, elə bil mən gedib götürmüşdüm, qoymuşdum öz qabağıma yoğurtu. Boynuna qoyamırdım ki, sen gətirmisən. Evet arkadaşlar. Ücə yemək yeyəndə var, 10 dəfə fikirləşirəm. Dünən Zeyd çox narahat idi. Bilmirəm nə yemişdimsə, çox pis təsir eləmişdi ona. Uşaq bütün gün dünən ağlayıb saat 5-dən gecə yarısına kimi ağlaşmaydı. Ürəyim də ağrıyırdı, Allahın olsun. Vicdan əzabı çəkdim çox pis. Nəysə, kahvaltımızı eləyək, keçək toy hazırlığına. Arkadaşlar, Əsnad yeyə bilmədiyi sosisi bana sırmaq istiyor. Neymişsən? Sen o saskanın başına oynaşdın, indi deyəsən gələ ye bunu. İnsan gəlir bulanmaq o soyandan sonra. Gördü sən neynədi? Bax, bumbuz eləyib saskan. Qoydu stolun üstünə, götürdü, qoydu çörəyin arasına. Qoydu stolun üstünə. Sonra qaldırdı, doğradı yarısını. Burasından dişlədi. Rəxit gününə qoydu bu saskan. Bumbuz elədi, indi ver ki ye. Burnuzu gətir.
Sən o qədər batırmısan, bir dənə də burnuna dəysin. Neyse arkadaşlar, Nadir simit alıb. Yağ pendir, yağ şor simit yiyirəm. Elə bilirəm yay gəlib arkadaşlar. Bir yay vibe aldım simitdən, bilmirəm niyə. Bir şey yadına düşüb. Məxmirə xoş gəldin. Necəsin? Mən günlərə qarın ağrından da ölmüşəm. Niye? Mayoneze göre. Atanın qarnı ağrıyıb, babanın qarnı ağrıyıb. Səhərə qədər konsert idi. Əyləş həyatım. Haydi nuş olsun. Yiyin, enerji yığın, toya hazırlaşırsınız. Ben bir senin sahibi de şirinleyeceğim. Bence Merhaba. Momentalni tuttu yerine inemək istədiyimi duramam dostum. Yaxşı, eləmirəm. Sizə vicdan əzabı çəkdirməyəcəm. Benim kaderimdə. Onlarda qoyandı, nərdəsiz qaçay. Gəlir yenə ümrümə çəkməyə. Yazıq Enlərə. Belə gəlirəm uşağa baxmaya. Hə. Ay yox eləyə, bir şişmişəm uşaqsın. Gəlirəm baxmaya. Şəhər oradadır, dedim narahat olmasa, düşdən mən cızıram burada. Mamam saat 3'də gələcək, 3 olmamış qaçmağa çalışır evdən Senden arkadaşlar. sonra gelseydi. Evet. Benim kaderimde Qaldım. ayrılıklar var. Yalnızlıklar var. Evde tek başına oturmaklar var. Gezintilerden mehrum kalmaklar var. Yalnızlıklar var. Murat diyor, ofisi niyə yatırmışsan, gəlsin də. Ağlama ben bu. Hazır değil gözünü doldurmağa. Çok kövreydi. Mən də eləyəm bu arada. Sən necə olur? Mənim yəni qan bağım səndə yoxdur, amma çox oxşuysan mənim bu mövzuda dəhşətli dərəcədə. İkimiz də bəyquşluq mövzusunda masteriyik. Ata gedəcəyim maşından sonra. Hele benzer bir şey beynimde. Ofis Ama tren kaslarında. düşer bak. Sən mən üçün bu qədər darıxsan, mən bir iki dənə də uşaq dünyaya gətirərəm. Mən sənə bir şey deyim. Toya gedəcək heç nə yadımda qalmayacaq. Toyda mən bir dəfə videosu çəkmişdən görə də nə hoqqalar verirdi. Niyə ki, mən xəstəxanada onda McDonald's-a zorla gedirdi, qoymurdu mən yığsın ki, Amma ofis aşkıma toyda görənlər. yaddan çıxır. Mən səni bilmirəm. Grandosu yadımdadır mı Grandosu? Həmin günü Grandosu ancaq cavab mən bildim ki, evdə çaş qaldım, ayda bir günü, oxşardan çaş qaldım, ayda bir günü. Həm də ondan ayda bir gündən idim, o da var. İndi savsem Ayaq zarafat edirəm, Quran and olsun, şaka yapıyorum. Rahat olma. Anası yanında olacaq, anası nə qədər futbolda gətirir. Hə, mamam bütün şkafını boşaldıb, təzə şalvar alıb mənim üçün. Güzeleydi. Yəni başım qatışacaq, mənim görə narahat olma. Aa, Mamamı da Ennadə qızdıq geyimlərin hamısını verir, ofisiyə. Da özü üçün nənə geyimləri alır. bunu eşitsə var ya, cırar şəhriyarı. Ennadə ölüm saati incimə məndən. Bilmem nənə geyimləri alır. Cırar. Ha. Edit eləyim, Bir- paylaşın bir- bunu bir- TikTok'da. Etiketleyin her yerde Elnaren'i. Koy görsün bunun başına Ben itin zibra oyunu. salma. Gözlüyüm. Oyun Gözlüyüm. Kızıştırın. Yox, yaxşı mənası. Aranı vurun, katın aranı. Yaxşı mənası. Hansı yaxşı mənası var ki? Mən zibra salma, söndür onu. Gələr indi. Mənim mamam evə saat... ayıb olsun sən gör. Mənim mamamın. Üstünde nerede? Ayıb, Ya çox başı ayıb. üstündə də ölümün Çox ayıb olsun, çox ayıb olsun. Aha, zaman çıxartma. Anamla işin olmasın. Aa. Ya ki vay. Mən anama sözbaz demək Hadi istəyirəm. yok bir dənə padruqalar var, sıra zəng elədilər ki, Yezdan falan söz etdi. Zəng eləyir. Alo. Слышишь меня? Ты слышишь? Ты баран? Ha? Ты баран уже. Mənim haqqımda belə danışdın sən. Sənin heç bir nur yoxdur gözündə. Düzləyir. Sənin gözündə nur yoxdur. Belə eləyir. Əlimi belə bala soxum boğazıma kimi xeyri yoxdur. Düzdür, belə qırırlar bir-birlərini. O ağlayır, bu qışqırır. Zatkini!
Anlamıyorum. Ben söz demek istəyəndə söz söndürür tərəfə. Sonra da başlayır ağlamağa. Qışqırışla zəng edirəm ki, zə. Beni. Ben bundan artıq ölmədim yoxdur. Düz deyir. O orada ağlayır, bu burada qışqırır. O orada ağlayır, bu burada qışqırır. Konsertdə bir dəfə tutacağım sizi orada telefon Tavşki danışıqlarında. yazıcını qaynanayla, Tavşki yazıcını yezinə. O əsəbləşəni rusca söyləyir, mən də əsəbləşəni Tavşca söyləyirəm. Nə olmağı başa düşür, nə mən olmağı. Neyse gel otur, çayım soyudu. Aynış olsun. Evet arkadaşlar, bəzənməyə başlıyoruz. Daha doğrusu bəzəməyə başlıyoruz. İlk önce əsnaddan başlayıram. Çünkü evin en səbirsizi əsnaddır. Daraq gətirməmisən. Gəh, ver onu mənə. Ver mən darayım saçımı. Birinci, Əsnad xanım, saçınızı düz istəyirsiniz, yoxsa buruq bir daha? Bura. Buruq. Hə. Aha, yaxşı. Onda Kırmızı pomada yoxdur. eybi yox, başqa pomada vurarıq. Saçımı darayıb burmaqla başlayırıq. Dön. Zaten yiyor başlıyor yiyor. Yo yo. İçinize kaçar. Yiyor başlıyor da zaten. Malades, qəşəng qəşəng. Ama bu niye kurtarmıyor? Yiyor başlıyor. Lan köpeği içi buradan geldi. Kırmızı çekiyor. Ay yiyor. Krampdan köpü gəlir. Bana bu utanma takıyor. Sen de aldın. Sən də kim buradasın, Nadir? Nadir, biz gələcək, sən qalacaqsan. Dayandırın siz dövmətli. Lan yiyor başlıyor. Köpeği taştı. Yüreğim bütün kurtarmak mı şampu? Yiyor başlasa. Gözlerim göründü. Yine döküldü. Eleme bak, eleme Allah. Ben de şampuan tutar yiyor başlıyor. Başım şampuna döndü. Çabukten saçı yağ var. Hə, canlı tökəcək. Saç tökücü yap. Töçtüm Gözlerime oradan biraz. aksamıyorum diye. Sirkin ördek yavrusu. Aa. Yazıldı, bəs yazıldı. Şampuanla mısın başmen derdi. Saçın töküləcək. Bu ne? Oh. Bastı. Her geçen ben yiyor başlıyor. Eyvallah.
Evet arkadaşlar biz burada mesaideyiz. Meryem'le Rabia da orada mesaidediler. Nadir'in başına itin oyununu açandan sonra axır oturdular ütü masasına. Böyüklə biləcəm mən saçını. Ütüləyəcək, harasını ütüləyə bilməsə mən kömək eləyəcəm, narahat olma. Fışləyəsin biz var. Deyirəm ki, nə qədər də bahalı fernər çıxsa, dədə baba ütüsün yerin vermir də. Bəlkə mən də ütülüyüm saçımı. Şeylə vururlar. Nəylə vurur? Rezinlə. Dava eləməyin, xahiş eləyirəm. Bunun başını tutdamıram. Aha, qırğın başladı. Yallah. Görmüsən neni? Arkadaşlar hazırsınız Əsnatın saçlarını görməyə. Buu! Merhaba. Buruqlarını açmırıq çünki çön toya qədər özü açılacaq. Ona görə indidən açmıram. Buruqları hazır. İndi get makyaj sumkamı gətir, makyaja başlayaq. Əlbəttə ki, mənim dəyərli dostlarım. Gətir. Bunlar hələ burada can çəkişirlər arkadaşlar. Deməli qızlar, Əsnat toyda par parıldasın deyə Fenty'nin bahalı highlighterını bütün bədəninə sürtüşdürmüşəm ki, qoy toyda ən çox parıldayan mənim kızım olsun arkadaşlar. Əsnat, sən qaldı pamada. Seçmək lazım. Pamadanı özü seçsin. Evet, seç bakalım. Diyor mu Kiko mu? Kiko mu? O. Tiko. Gel, ver bana. Evet arkadaşlar, kalk bakalım ayağa. Əsnat xanım hazırdır. Mük oldun Əsnat. Şəhriyar necədir? Saçları buruq, gözləri tuşlu, dodağı pamadalı, özü zərli, ayağı kabluklu. Rabia'nın ütüsü bitdi. İndi Rabiş Məryəm üçün ütülüyür. Bitirin əyninizi geyinin, gəlin makyajınızı eləyək. Evet arkadaşlar, evin 3 nəfəri hazırdır. Rabia Fərədzadə. Rabiş paltarını geyindi. Mərişin saçını mən tamamladım. İndi o getdi geyinməyə. Nadir də hazırdır. Hamıya gecikirik deyə təzyiq göstərib özü maykada oturan bir ədəd Fərəcov Şəhriyar. Gecə yatmamazlıq, yuxusuzluq. Bir dənə bunun gözlərinə baxın da nə olar. Gecə yuxusuzluğu, yatmamazlıq. Həyatın biganə qalan üzündəyəm. Səssizliyimi qoruyuram. Sən canım şeir oxuma. Qurban edirəm. Sakit gecələr. Arkadaşlar kamera sizi kurtardı. Bu kameraya teşekkürlerinizi bildirin. Tam Şəhriyar şeir oxuyacaqkən CD kart doldu, əsəbləşdi, çıxdı, getdi. Çox sağ ol deyin. Kameramızın adı Ozmodur. Çox sağ ol deyin ona. Aşkım mən necə oturacağam? Belə necə oturmusan indi elə. Bəli, Məryəm xanım da gəldi. Girdim otağa, qaranlıqda simləyir, burası yazır. Hə, par parıldayasın. Davay, keçdi sənin makyajı var. Evet, hamısını hazır elədim. Şəhriyar özü hazırlaşıb, onun benimle alakası yox. Rabişin makyajını göstərim sizə arkadaşlar. Opşi looku. Nədir alnında? Qızarıb orası biraz. Bu da Əsnatın looku arkadaşlar. Məriş sən hardasan? Nadir'in looku və Şəhriyarın looku. Davay, çıxın çölə. Çıxın çölə. Hay can. Nədir aşkım? Məryəm makyaj eləyir beri. Eləmə, mən qallam. Eləmə, mən qallam. Deyirəm, yox, qalma, get. Məryəm. Come on. Məryəm xanım da hazır. Hamı hazır. Da çıxın çölə. Super, mükəmməlsən. Çox gözəl görünürsən. Duxu, məndə yox. Mən Zeydə görə də bir müddət pensiyaya çıxmışam duxu mövzusunda. Sən nə gözəl bir şeysən, ay Allah. Hə? Sən nə gözəlsən. Gözlə, bir dənə pauza ver həyatım. Bu uşaq öldü. Ana əli dəysin buna. Gözlə. Yazıq uşağın bayaqdan ana əli. Belə saxla, səliqəli olsun. Geyindirdin bizi, keçindirdin, məktəbə uşaq yola salar kimi. İndi ürəyim gəlmir gedim. Gəlsin aşkım. Toya gedirsiniz də. Mən evdəyəm. Aşkım sən qalın baxıram. Yo, dəlisiniz. Belə ol. İstəyirsən götürsən maşında oturursun. Düşün, mən yetərlidir. Quranın olsun, bu arada çox yakışıqlısan. Həqiqi. Qızlar da çox gözəldir. Maltaya bir Sən vəbşə. Ömər yatır. Nəzarət edin, yer çıxın. Ürəmdə
özüm fikirləşirəm ki, ata olan tərəfdə oturacaqdı qısa. Deyirəm ki, mən gedib ata yanında oturacağam. Hə, nəzarət eləyim. Nəzarət eləyim. Çox sən işıq daldan vurur ki, heç kamera keyfiyyətsiz çəkir. Çok yakışıklı gözüküyorsun. Mükemmelsin. Bunları gizlət xahiş eləyirəm. Şov eləmə, reklam eləmə, xahiş eləyirəm. Baxın bir dənə, sıx. Reklam eləmə, aşkım, eləmə. Çiyinlərin, kürəyin enini də eləmə, reklam. Get qal oradan, bir dənə kürəyimi görsədim. Getdim. Həqiqətən zarafatsız. Hələ buradan köynək qalıb. Kobra. Bir dənə də belə əlvi yuxarı qaldır. Zeyd biraz böyüsün, sən belivin üstündə qoyacam onu, sən qollarını çıxardarsan. Bir burada. Burası yazıdan sonra. Şişi bunu düzəldəcəyik Allahın izni ilə. Burada arkadaşlar mənim qarnımdır. Burada məndə şiş var. Bəli. O yırtığı da əməliyyat elətdirəcəyik. Sən narahat olma. Həll olacaq o da. Gedin də, hara gəlsən evin içində? Gələcək o, gedin, narahat olmayın. Bir dənə də. Oh, getdir. Yox, qallım, agitasyon eləməyin. Çıxın çölə. Çıxın çölə. Doxu vurdun. Aşağıdakı quruyub, yuxarıdakı da quruyacaq. Telefonunu qoy səsləyədən, məndən danış. Baş üstə. Elnarə gəlində kimi şeyləsin, danış məndən. Baş üstə. Uşaq nəsə şeylədi, mən yığ, mən çatdırıram özümü. Yaxşı, tamam. Qorxma işdən. Qorxmuram. Vallahi gedin, rahat olun. Çıxın çölə, davay. Çıxın. Hə, mədəni yol, nə qədər sizi mədəni yola sallam, hörmətli şəkildə çıxın çölə. Haydi. Sağ ol həyatım. Onu tək qoyma. Yox, qoymuram. Get, mən Qorxma, çocuğumu da götürüb seriala baxacağım. Get düz. Haydi. Bay bay. Kendinize iyi bakın. Kiltliyirəm. Çocuğum qaldı çöldə qapı ağzında. Evet arkadaşlar, qaldıq sizlə baş-başa. Çocuğumu götürüm yanıma ya da özüm çocuğumun yanına gəlim arkadaşlar. Tək qoymayayım onu. Mən də neyniyim? Elnarə gələnə qədər biraz seriala falan baxım, başımı qatım. Bu arada mama mənim üçün şalvar alıb təzə, köynək alıb, daha sonra kəmər alıb. Mən biraz özümə qıyıb paltar almağım çətin məsələdir. Yaxı mağazaya girirəm. Yəni Allaha min şükür, Allah yetirib o paltarı almağa. Prosta bədxərclik kimi görürəm. Heç əlim gəlmir o paltarı almağa. Ona görə mama həmişə çalışır ki, özü həll eləsin o məsələni. Daha sonra 2 dənə kabluku var idi təzə. Onları götürüb mənə gətirir. Uzun sözün qısası bayağı bir kombin zat düzəldib mənim üçün. 2 dənə yeni ətək gətirir. Mən də fikirləşdim, neyniyim, bunun altında qalmayayım. Həm də ona zaten belə bir fikrim var idi. Əsnatın duxusunun iyini çox bəyənmişdi bizdə olanda. Bu Zeydə baxmaq üçün gələndə çox xoşuna gəlmişdi Əsnatın duxusu. Mən də dedim ki, rast ki o mənim üçün əziyyət çəkib, düzdür o 5 dənə eləyib, mən 1 dənə eləyirəm. Amma onun bəyəndiyi parfümü almışam onun üçün. İndi gələndə ona sürpriz eləyəcəm arkadaşlar. Biz bəzən analarımızı sevindirmək lazım olduğunu unuduruq. Elə bilirik ki, həmişə ana nəsə almalıdır, amma yox, anaları da sevindirmək lazımdır. Onlara da qayğı göstərmək lazımdır. Temboli bu 3-4 il ərəfəsində uşaqlara o qədər adaptasiya olub odaklanmışdım ki, mamaya demək olar ki, vəbşə heç zaman ayıra bilmirdim. Onun da məndən başqa heç kəsi yoxdur. Bir dənə cəmi qızı var. Başqa heç kəsi yoxdur həqiqətən. Ona görə çox vicdan əzabı çəkirdim. İstəyirəm mən də ona qarşı ən azından xırda da olsa əlimdən gəldiyincə. İndi mən balayam, o anadır. O daha çox şey eləyir. Amma əlimdən gəldiyincə mən də çalışacağım, onu sevindirim. Onun üçün bu parfümü almışam. İndi gəlsin sürpriz eləyəcəyik. Deməli qızlar, mama ilə hədiyyələşdik. Mən parfümü verdim. Mama da paltarları verdi. İndi sizə aldıqlarını göstərirəm. Baxın. Qoy bura qoyum. Baxın. Mənim üçün belə bir köynək, belə bir şalvar və ən çox qəşəng bu kombinə yaraşan belə bir kabluk alıb. Arkadaşlar, şalvarı prosta qərarsız qalmışıq. Deyirik bir razmer balaca alaq. Çünki korset taxıram, qarnım balacalaşır korset taxanda. Taxırsan, gəldim korsetin yox. İndi taxmamışam da. Sən onu çıxartmalıyız. Baxın.
Belə bir kombin. Çox qəşəngdir, həqiqətən. Çox xoşuma gəldi. Superdir. Bir dənə şalvarı dəyişdirib bir razmer balacasını alacağıq arkadaşlar. Çox qəşəngdir. Çox sağ ol aşkım. Saçın da sümbül hörüb gəlib. Şeydir, özünü çatdırmaq istəyir nəvəsinə. Mən Hüseyn rejimdə yaşayıram. Əvvəl əgər həftədə 3 dəfə idman edirdim, indi 6 dəfə idman edirəm. Polnu bilkov izolal diyetdəyəm ki, Niyə? o nənə sözünün haqqını verməyim. Sağ ol. Vermirsən. Allahın dostu sən mən nənə deyəndə Şəhriyar dalınca danışıb bu arada hamısını çəkmişəm. Özü uşaqlara da tapşırmışam edit eləsinlər. TikTokda hər yerdə çıxsın qabağıma. Heç nə sən əsəbləşib onu yığmağını şeyləyib, yamsılayıb. Slышишь меня deyir. Göstərim sən o kadrları deyən. Mama baxdı arkadaşlar Şəhriyarın yamsılaması amma düz yamsılayıb da. Bəzi Baran heç vaxt deməm, bax mən həmişə onun hörmətini saxlayıram. Baran zət demərəm, onu heç vaxt təhqirəm və artıq şeylər deyib də. Amma deyim, slышишь меня? Orasını düz deyib. Hə başqa nə gətirmisən? Amma demişəm də ki, barmağımın 5-ində bal eləsəm deyəcəksən 40-dır, onu demişəm. Düz yamsılayıb bilirəm. Ağlamağıma kimi düz yamsılayıb. Onu əsəbləşdirmişdi. Sən bilmirsən, onun altdan, sən fikir başın İynələmək var. Onu mənə gedir, gəlir, başlayır o Yəmən nənəsindən danışır. Nənə bunu başqa xınç mən öz nənəsi mənə başqa xınç deyir. Onu anlaya bilmirəm mən. Arkadaşlar kimin hərəkəti xoşuna gəlmir deyir Yəmənnənə yoxşuysan. Yazığın Yəmənnənə ilə əlaqəsi yoxdur. Travmalı bir nənəsə özü də onun haqqını özü verir ha. O nənə itəlib yerində özü durub. Niyəsə biz onun şeyləri soruyoruz. Kimin mənim də oxşadıb, Nahidəni də oxşadıb, səni də oxşadıb, bəzən uşaqlar da oxşadıb. Kimdə nə xoşuna gəlmir iynələmək üçün qoyur Yəmən. Bunu da edit edib qoyursunuz TikToka Şəhriyarı etiketləyirsiniz. Aləmi qatdım bir-birinə 2 dəqiqədə. Onu küncə tutdum, qızışdırdım. Bunu bu küncdə tutdum, qızışdırdım, vurdum bir-birlərinə. Baxırsan? Hə, göstər o biri şalvarı. Giyinib əndə baxarıq da. Hə, yaxşı. Dostlar, bunu bu köynəklə təsvir eləməyin. Köynək dəyişəcək. Baxın, bu il Pinterestdə Aləddin şalvarları yazsız gələcək. Mama belə bir Aləddin şalvarı alıb mənim üçün. Çox qəşəngdir. Bunu qəşəng bir dənə dar köynəklə, ya bej, ya biraz daha tünd belə malako rəngində, ya açıq kariçimi çox Basanaşqalar bir ayrı çək olub bir başqa gözəl. çox qəşəngdir. Ayaqlarımdan utandım. Təzə şeydən ipəkdən çıxmış adam. O birisi nədir? 2 dənə də ətək gətirib mənim üçün. Onlar şey təzə deyil. Onları bilirəm. Onsuz mən əvvəlki sənətim sənin şkafından oğurluq eləməkdi. İndi ayrı evlərə düşmüşük deyə. Belə bir satin ətək. Bir də mən xoşlayıram belə uzun ətəkləri. Zara'dan belə bir ətək. Təşəkkür edərəm anneciğim. Nə demək aşkım? Öpüm bir dənə də səni. Çox sağ ol. Süperdirlər hamısı. Gedim dəyişimdən də. İndi gedirsən. Sen şey sipariş eder, mən tez dəyişim gəldim. Tamam, yaxşı. Evet arkadaşlar. Beyoğlan hazırlaşır yavaş yavaş. Özünü necə istəyirsən Murat? Əla. Ha? Burada nə demək istəyirsən? Buradan hamını salamlayıram birincisi, ikincisi də ki bütün subaylara qismət olsun. Amin, amin. Ya deyirsən sən düşdün Quran mı düşdün də? Düşdüm. Qardaşın düşməyində problem yoxdur. Ay Allah. Məxmirə. Salına belə girətsən. De Allah'ın olsun. Həqiqi deyirsən. Hadi belə yaxşıdır. Öpüşüb görüşən hərəsini bir şey yapışdırsan basın. Əladır. İndi bunu yuyacaq ya. Hə, bunu yuyacaq şey. O saqqal elə qalacaq? Qalacaq. Davamını çəkərsən. Yaxşı. Vallahi, bax, saat 3-dən hamı yığıb bura. Davul, mavul hamı qalıb çöldə. Beyoğlan saçın düzəltdi. O şəhər provkasından sənin xəbərin yoxdur da. Ha? Saat 2-dən də Ay Allah, maşallah. Məxmir oldun, gözəl oğlan. Yaxşıyam. Tanımazlar səni. Əgər. Ha. Bax ora. Ayda. Gülüşü və quzu kəsin. Yola verirsən həmən. Qəşəng. Saat 2-dən buradayım. Rovna 2-dən saat buradayım. Bəyli saçıb da bu. Üz, maska, qulaq, maşallah bu günlər sən çox gözəl oldun.
Bu insanı qaçıracaqlar bura. Gəlin maşının qabağına baxın. Bura bax. Gəlinlə bəyin başına yığılandan çox daha çox Şəhriyarın başına yığılışdılar. Hələ yarı parti arxada. Əsnad. Əsnada bax sən də. Bura bax. Seninle yaşlanmak güzel, ayrılık olmasın hiç var. Evet, sizi sosyal medyada mı var? Sevgili bir unutmak için arkasında yazalım. Sevgiliyiz. Unutmak için beyler, Möhteşem Nazır Çoğu. Sen de bu dünyanın en değerli hediyesi, talimin tadını en güzel möcüzesi. Sen benim canlı başım, sen benim yandan başım, seninle bakım kırık beyaz gülüm. Kim gönül iki güler, benimki boşa gider. Kim gönül iki güler, benimki boşa gider. Adım kimi ömürse, senle kesin ömür, seninle şamanın gülüm. Növbəti gündən hər birinizi salamlayırıq Məryəmlə birlikdə arkadaşlar. Toyun yorğunçuluğudur. Hərəsi bir tərəfdə sərməçələniblər. Bunlar da buradadılar arkadaşlar. Kahvaltıya ilk 3 nəfər əyləşdik. Şəhriyarın heç nastreniyası yoxdur. Niye arkadaşlar Bakıya gelmek istemiyorum? Seçmeni. Ben bunun vidinə. Burulurum. Həqiqətən burulur bu arada. Hə. Niye Bakıya gelmek istemiyorum arkadaşlar? Niyə? Bak Nərmanovda Heydər Əliyev prospektində Hə. yol bağlıdır. Hə. Yani bütün maşınlar düzülür. Unique-in qabağında, Unique-in- Gənclik filialının Ha, qabağında. yol ora təmirdədir. Yəni maşınlar da parkovka eləyib beləsinə. Yolun ortasında. Yolun ortasında amma parkovkadadır. Yola girirsən qabağında saxlayan maşınlardır, məcbur geri qayıtmalısan. Bu da hamı Məcbur kimi geri qayıtmalısan. Baxın. Yol bağlıdır. Gördüyünüz kimi. baxın bu maşınlar saxlayıblar bunlar hamısı. hamısı dayanmış maşınlardır. Bunlar yol yəni iki xət yoxdur da. Burada bu Təmir də düşüb burada, lenti də düşüb. Lent təmirdədir. Burada nə etməlisən sən? Məcbursan maşınların dalından dönməlisən. Dönmüşük də neçə dəfə. Dönmüşük. 100 manat cərimə, Üç 3 bal. balda şey gəlib. Yaxşı, əsəbləşmə gəz avtırkıvı elə. Sonra Şəhriyar gedəcək ora video çəkib şikayət eləməyə. Şikayət versən onsuz səflik olduğunu görüb şey eləyərlər məncə. Bir çarəsini taparıq, narahat olma. Uşaqlar durun siz də gəlin kahvaltıya, haydi. Arkadaşlar gəldik Mərdəkana. Mamanın yanına. Şəhriyar buyur. Deyirəm qurban Allaha deyir ki bundan biz bunlardan canını xilas eləyə bilməyən diye har edirəm düşüblər dalımca vay. Arkadaşlar. Evet. Bismillah. Tez Zeydi soyuq apardı. Nadir de korkudan bir gülür. Düşürük. Gelin düşün millet. Evet arkadaşlar, Rabişin saçı için gelmişik. Rabişin saçında birisdə lokal bir dənə belə qəpik boyda yerdə tökülmə əmələ gəlmişdi. Onun üçün gəlmişik. Elnarə xanım indi Rabişə köməklik göstərəcək öz bilgin təcrübələri ilə. Bilirsiniz də mənim mamam kosmetologdur. Mən burada oturmuşam, gözləyirəm Zeydi qucağımdan kimsə götür. Vay, yavaş. Götür. Ya Allah. Düşdüm mən də. Sun. Nəcəbi belə qarşılama dəyərli kürəkənim gəlib. Şoklardayam. Gözü şokdadır, gözü yaşarır. Mənim də bir dənə sumkam var. İçində termos, süt, nə bilim nə. Hər yeri özümlə daşıyıram bunu. Kamera arxasıdır arkadaşlar. Aa!
Şəhriyar sifət elədi dalınca mama. Yalan da. Mama ağzı verdi mama Quran and olsun. Bax kadrda. Kadrda bu göstərim gəl. Gördün necə sifət elədi? Sən necə iş verən adamsan? İş verən o Keçirmən əlimin duzu yoxdur. yo bala batır. Yo dinən əlimi bala batırsam. Sən necə bilə salırsan? Ya qovdurasan məni. Sən niyə elə eləyirsən ki? Ağam eləyən nadidir. Sən ki, boxsalar gəlirsən, sən boxsalar görsən ki. Uşaqlar, məni qovdu, qurban Allaha. Qovdu məni, mən də söyledim ki, bir də sənin evə gələn öz soyadımıza deyirəm, sən buradaydım. Papasını bir söydü. Vay. Mən belə başa düşdüm ki, işi atası ilə idi, məndən deyildi. Nəysə siz qırın bir-birinizi. Mən də baxım görüm. Kotlet qızartmışam yox. Hə, elə onun iyinə gəlmişəm aşkım. Kotletin iyinə gəlmişəm, hanı? Bura qoymuşam sizə ki, yolda çörəyiz, mən çörəyim olmuram. Əsnatı var ha sən. Şabab evdir. Ver onu da qızdırsın qəşəng. Nə kotletlər də qızdırsın. Kotlet mən Qızdırmayıb, pişirib. qızartmışam. Sən əsnatı böyük bir xəyal kırıklığına uğratdın. Yemək istəmişəm. Yo, McDonald's aparacaqdı Şəhriyarı. Ya hamısını da Mən bir dənə yeyə bilərəm kotletdən. Sonra çörəyiz var, çörəklə yeyib. Yuxa varsa ver, yuxada yeyim. Nə vaxt Tərifləmək kimi olmasın, mənim mamamın yeməkləri çox dadlı olur arkadaşlar. Səbirsizliklə özü acıydım mama, həqiqətən sevindim. Yallah. Çox sağ ol aşkım. Bəh. Əsl çox dadlıdır. istəmirik. Amma qoymuşam da hamıya. Bir dənə Əla. Deməli, uşaqlar, gəldik mola, mama gildən çıxdıq. Mama bizim hamımızı kotlet dürümlədi, sağ olsun. Hamının polunu yedizdirdi, içizdirdi. bunu çıxara bilməyəcəm qapının arasında. Niyə? Buradan çıxar. Orada yer var. Deməli, mən mola nə üçün gəlmişik, onu deyim. Mən xəstəxanada olanda uşaqlarla Şəhriyar gəliblər. Şəhriyar özünə belə bir köynək alıb buradan mağazindən. Mən bu köynəyi çox bəyəndim. Şəhriyara da çox yaraşır. Dedim ki, gedək onun başqa rənglərində alaq. Gəlmişik Şəhriyar əmi üçün köynək almağa arkadaşlar. İndi mən bir dənə fikir götürüb. Zeydi düşürdək, necə eləyək onun fikri. Görə neyinirik? Şəhriyar maşını parkovka eləsin. Evet, Zeydin ilk mol səyahəti arkadaşlar. Aparırıq onu alışverişə. Bir dənə bunu daşımadığım qalmışdı. Uşağı çıxartmadıq. Çıxardanda da birbaşa mola çıxartdıq alışverişə. Hələ 40 gündə tamam olmuyor. Allah xatasız balasız gedib gəlməyi nəsib eləsin. Videonu burada sonlandırıram. Nə alacağıq, nə almayacağıq növbəti videoda hamısını göstərəcəm. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Bir də bunlar Maçı Bir də bunlar.